İmam Baqir əleyhissalamın bir təfsiri ilə bir ayə oxuyun. Bu ayə var. Zəhərəl fəsadu fil bərri vəl bəhr bimə kəsəbət əydin nas. Rum surəsi desən 41. Bəli, Rum surəsi 41-ci ayədir, səhv eləmirəmsə. Ayənin mənası budur ki, yer üzündə və dənizdə fəsad zahir oldu insanların əməllərinə görə, günahlarına görə. İmam Baqir əleyhissalam buyurur, bu ayə bir nə zaman nazil oldu? Ənsarla mühacir arasında gizli ixtilaflar var idi. Ənsar hiss elədi ki, mühacirlər əleyhissalama imkan verməyəcəklər xəlifə olmaq, hələ Peyğəmbər zamanı. Peyğəmbər zamanında. Onlardan biri dedi ki, minnə əmirun və minkum əmir. Bir rəhbər bizdən olar, bir rəhbər sizdən. Yəni necə, növbə ilə. Hökumət sizdə olar, sonra bizə keçər. İki partiyalı sistem təklif elədi. Yəni, sizdə olar, bizdə olar. Növbə ilə hakimiyyətdə olarıq. Və burada deyir, bu ayə nazil oldu. Bunu təklif eləyən adam bunu təklif etdikdən sonra zəhərəl fəsadu fil bərri vəl bəhr. Bütün zülümlərin bir əsas sonunda qoyuldu ki, Ənsar buna razılaşdı. Əleyhissalam buyurur ki, biz Ənsar əleyhissalama müxalif deyildi, amma müvafiq də deyildilər. Əleyhissalamın tərəfdarı da deyildilər. Həzrət Əleyhissalam buyurur ki, ilk kəs ki, xalqı bizə qarşı cürətə vadar elədi, Səd ibn Übadə idi, bu sözün müəllifi. Deyir, o qapı açdı bizə cəsarət qapısını, bizə qarşı zülüm qapısını o açdı, amma zülüm deyəndə cəsarət, yəni o qapıdan özü daxil olanmədi, başqalarına şərait yaratdı, o qapıdan keçdilər, yəni başqaları yələndilər. Yəni ümumiyyətlə belə şeylər çox olur siyasətdə. Bir məsələn, görsən kənardan danışırlar, xalqı çıxardır səhnəyə, dəyişiklik olur, sonra o xalqı çəkir kənara, öz məqsədini icra edir. Bugün bizdə də buna cəhd edirlər kənardan, başqa ölkələrdə də bunu edirlər. Bilirsən, filan kəs düz danışır, oturub Avropada filan şeyləri danışır. Yəni, məsələn, Suriyanın özündə xalqın haqlı narazılıqları var idi. O prosesi xalq başladı, sonra arxada plan var idi ki, o xalqı səhnəyə buraxır, qapını açır, sonra öz planını icra edir. Yəni, bu siyasətdə işlənmiş bir metoddur və bu metoddan da o zaman da istifadə elədilər. Deyir, Səd dedi, amma qapı açdı, başqaları o qapıdan daxil oldu, heç bəhrəlini də bilmədi. Sizdən, bizdən olmadı, elə onlardan oldu hamısı. Amma hədislərə baxırsan, görürsən ki, çox pislənib. Bunun haqqında çox pis hədislərdir, yəni belə sərt hədislər gəlib ki, Əhl-i Beytə ilk zülm edən şəxs buydu bu təklifi ilə. Yəni ki, başladı hakimiyyət bölgüsünü. Oğlu gəldi, hətta ona dedi ki, eşitməmsən Qədrxumda Həzrət Əli imamətə təyin edilib, dedi, eşitmişəm, dedi, da səni heç vaxt danışdırmayacam ölənə qədər. Yəni, bu öz oğlu evində ona müxalif oldu.